Salam, hər birinizi salamlayıram. Onurğasız heyvanlarda bədənin əsas hissələri, boğum-ayaqlılar haqqında məlumat verəcəm. Buraya baxsaq, ümumiyyətlə canlılar aləmi 4 böyük qrupa bölünmüşdür. Bitkilər, heyvanlar, göbələklər və bakteriyalar aləminə. Burada şəkildə göstərilmişdir. Bitkilərin deməli faizlə miqdarı, daha sonra göbələklərin, bakteriyaların və heyvanların. Heyvanlar növ sayına görə ən böyük aləmi təşkil edir və heyvanlar aləmində isə növ cəhətdən, say cəhətdən ən çox 75%-ni boğum-ayaqlılar tipi təşkil edir ki, o da deməli ümumi heyvanlar aləminin 75%-ni təşkil etmiş olur. Boğum-ayaqlılar tipinin özlərinə məxsus xarakterik xüsusiyyətləri vardır. O xüsusiyyətləri sizlər üçün sadalayım. Ən çox növ sayına malik olan tip elə boğum-ayaqlılardır. Nümayəndələrində bədənin bütün hissələri boğumludur. Yəni baş, döş və qarıncıq hissədən ibarətdir. Xaricdən xitin adlanan xarici skeletlə örtülmüşdür. Boğum-ayaqlıların hər birinə aiddir bu. Dəri əzələ hissəsi yoxdur. Qan damar sistemləri açıqdır. Ürəkdən çıxan arteriya var. Ürəyə gələn vena yoxdur. Sinir sistemləri həlqəvi qurdların sinir sisteminə oxşardır. Ayrı cinsli heyvanlardır. 3 əsas sinifə ayrılır boğum-ayaqlılar. Hansılardır? Xərçəngkimlər sinifi, hörümçəkkimlər sinifi və cücülər sinifi. Xərçəngkimlər sinifi 20 mindən çox növü vardır. Bədənləri 2 hissədən ibarətdir. Baş, döş, bitişik, qarıncıq sərbəst yerləşmişdir. Hörümçəkkimlər sinifində 70 min növ vardır. Bədən 2 hissədən təşkil olunmuşdur. Baş, döş yenə bitişik, qarıncıq sərbəst yerləşmişdir. Ən çox növ sayına görə 1,5 milyonu təşkil edən cücülər sinifidir ki, bunların bədəni 3 hissədən ibarətdir. Baş, döş, qarıncıq ayrı-ayrı hissələrdən təşkil olunmuşdur, yəni bitişik deyil. Bunların 6 ayaqları var, yəni 3 cüt ayağa malikdirlər. Heyvanların 4də 3-ü boğum-ayaqların tərkibinə düşür təxmini. 1,5 milyon dedik həşəratlar, cücülərdir. 20 min növ xərçəngkimlərə, 70 min isə hörümçəkkimlərin payına düşdü. Daha sonra həşəratlar, hörümçəklər, yengəclər, xərçənglər, bunların hər biri boğum-ayaqlılar tipinə aiddir. Bu canlıların bədəni və ətrafları boğumlardan təşkil olunmuşdur. Onların bədəni sərt örtüklə, yəni xitin örtüklə örtülmüşdür. Burada hər birinin şəkli göstərilmişdir və bədənlərinin hissələri verilmişdir. Tutaq, xərçəngin bədəni baş, döş və qarıncıq hissələrdən ibarətdir. Xərçəngdə bədən, deməli, bədən nə cürdür? Baş, döş bitişikdir, qarıncıq sərbəst yerləşmişdir. Daha sonra qırxayaqda bədən boğumlardan təşkil olunmuşdur. Baş, döş və qarıncıq hissədən. Əqrəbdə yenə baş hissə, döş hissə və qarıncıq hissədən. Yenə böcəklərdə də həmçinin. Əqrəblər hörümçəkkimlər sinifinə aiddir. Daha sonra böcəklər, qarışqa, milçək bunlar aiddir cücülər sinifinə. Sonra burada hörümçək verilib. Hörümçək, əqrəb bunlar isə aiddir hörümçəkkimlər sinifinə. Xərçənglə yengəc isə aiddir haraya? Xərçəngkimlər sinifinə aiddir. Bədənlər xitin örtüklə örtülmüşdür. Xərçəngkimlərin bədəni nə cürdür? Bədəni baş, döş bitişikdir, qarıncıq ayrıdır. Baş döşdə nələr yerləşir? Başda mürəkkəb gözlər yerləşir ki, bir cütdür, 2 ədəddir, saplaq üzərində yerləşir və orada
xırda göcüklər də var ki, onlar fasetli gözlər adlanır. Və gözlər yerləşir dedik və başda bığcıqlar da yerləşmiş ki, bığcıqlar 2 cüt olur. Bir cütü qısa olur, 2 şaxəlidir. Digər cütü isə, yəni 2 ədəd isə uzundur. Onlar isə lamisə funksiyasını yerinə yetirir. Bir cüt qısa bığcıqlar deməli qoxu bilmədə, müvazinətdə olur ki, bu bığcığın dibində kirəc daşcıqlar vardır ki, o da müvazinət funksiyasını daşıyır. Daha sonra başda yerləşir əsl çənələr, 3 cütdür. Bir cütü üst hissədə yerləşir, digər cütü isə, yəni 2 cütü isə, bir cütü üstdə, 2 cütü isə altda, cəmi 3 cüt, yəni 6 ədəddir əsl çənələr. Burada qidanı xırdalamaq və qidanı saxlamağa xidmət edir. Daha sonra döş hissədə nə yerləşir? Çənə ayaqları yerləşir, qidanı tutub saxlayır, 3 cütdür. Çənəni təşkil edən, ağız aparatını daha doğrusu təşkil edən əsl çənələr və çənə ayaqlardır. Cəmi 6 cüt edir, 12 ədəd. Döş hissədə başqa nə yerləşir? Döş ayaqları yerləşir ki, bunlar isə 5 cütdür. Bir cütü qısqacdır, böyükdür və qidanı tutmağa, həm də özünü müdafiə etmə funksiyasını daşıyır. 4 cüt yerimə ayaqları var ki, bunlar isə yeriməyə xidmət edir. Qısqaclar digər deməli 2 cüt ayaqlarda da yerləşir, ön tərəfdə yerləşən 2 cütdə də vardır ki, bunlar yaxşı inkişaf etməmiş qısqaclardır. Amma birinci cüt ayaqlar isə, onlarda isə qısqaclar yaxşı inkişaf etmişdir. Qarıncıq hissədə nələr yerləşir? Qarıncıq hissədə qarıncıq altı buğumludur. Qarıncıq ayaqları vardır, 2 şaxəlidir. 5 cütdür. Birinci cütü dişilərdə olmur. Erkəklərdə isə cütləşmə orqanlarına çevrilmişdir. Orqanına daha doğrusu. Quyruq üzgəci vardır qarıncığın sonunda. Qarıncıq ayağının şəkil dəyişməsidir. Bu da 1 ədəddir. Ancaq 5 pərlidir. Daha sonra bunlarda deməli mozaik görmə vardır. Mürəkkəb gözün hər sadə gözcüyü vardır ki, onlar ayrıca görüb, bütövlükdə isə tam bir sahəni görürlər. Ayrı-ayrı görürlər, yəni sadə gözlə, amma bütövlükdə tam bir sahəni görməyə xidmət edirlər. Daha sonra baxaq növbəti səhifəyə. Burada xərçəngin bədən hissələri verilmişdir. Bayaq danışdım. Xərçəngkimlər buğum ayaqların suda yaşayan əsas nümayəndələridir. Xərçənglər, onlar çay xərçəngləri, yengəclər, krevetkalar, omar, langustlar. Bunlar xərçəngkimlərə aiddir. Bədənləri baş, döş və qarıncıqdan ibarətdir. Baş hissəsində yerləşən ətraflar şəklini dəyişərək ağız aparatına və adətən uzun bığcıqlara çevrilmişdir. Çay xərçənginin döş hissəsində 5 cüt buğumlu yerimə ayaqları yerləşir. Qarıncığın ön hissəsində yerləşən və şəklini dəyişmiş qarıncıq ayaqları hərəkətdə iştirak etmir. 4 cüt qarıncıq ayaqları üzməyə xidmət edir. Axırıncı qarıncıq ayaqları quyruq pəri ilə birgə 5 lövhəcikdən ibarət quyruq üzgəcini əmələ gətirir. Bunları bayaq izah etdim. Daha sonra çay xərçəngin bədən quruluşu verilmişdir. Xərçəngkimlərin müxtəlifliyinə baxsaq, buraya Məryəm qurdu, daha sonra krevetka, langustlar aiddir. Biz deyək ki, xərçəngkimlər ibtidai və ali xərçənglərə bölünür. İbtidai xərçənglər deməli dafniya, yaxud da şaxə bığcıqlı, siklop, kürək ayaqlı və artemiya bunlara aiddir. Ali xərçənglərə onayaqlılar da deyilir ki, çay xərçəngi
Çay xərçəngi, krevetka, lanqust, omar, yengeç, məryəm qurdu, qurda yaşayana aiddir məryəm qurdu. Bunlar ali xərçənglərə aiddir. Dəniz qozası da xərçəng kimlərə aiddir. İndi isə baxaq nəyə? Hörümçək kimlərə. Hörümçək kimlər dedik ki, 70 mindən çox növü vardır. Bədən baş, döş, bitişik və qarıncıq hissədən ibarətdir. Bədən dedik 2 hissədən təşkil olunmuşdur. Hörümçək kimlər də növ cəhətdən çoxdurlar. Hörümçək kimlərin deməli xüsusiyyətlərinə baxsaq, əsas xüsusiyyətlərinə baxsaq, əksər nümayəndələri quruda yaşayır. Mürəkkəb gözləri və bığcıqları olmur. 4 cüt yermə ayaqları olur, yəni 8 ədəd. Ancaq bunların suda yaşayan nümayəndəsi də var ki, o da nizə quyruqdur. Qarıncıqda ayaqları olmur. Mayalamaları daxilidir. Tənəffüs orqanları traxeya və ağciyərlərdir. Hörümçək kimlər sinfi, hörümçəklər dəstəsi, əqrəblər dəstəsi, bövlər dəstəsi və gənələr dəstəsinə ayrılmışdır. Deməli, indi isə kitab cümlələrini sizə izah edim. Hörümçəkimlərin əksəriyyəti dedik quruda yaşayır. Onlara əqrəblər, bövlər, gənələr, hörümçəklər aiddir. Hörümçəyin bədəni baş, döş və iri boğumsuz qarıncıqdan ibarətdir. Baş hissədə şəklini dəyişmiş ətraflar, bir cüt xelisir, bir cüt pedipalp olur. Bu ətraflar əsasən müdafiə və qidalanmada iştirak edir. Baş döşün qarın tərəfinə 4 cüt yermə ayağı birləşir. Hər bir ayağın son boğumunda 3 caynaq yerləşir. Hörümçəkimlərin bədəni və ətrafları həssas tükcüklərlə örtülüdür. Burada hörümçəyin bədən hissələri verilmişdir, xarici quruluşu verilmişdir. İndi xarici quruluş haqqında mən danışım. Deməli, bunlar ümumiyyətlə hörümçəkimlər dəstəsinə hansı nümayəndələr aiddir? Xaçlı hörümçək, tarantul, qaraqurt və sair nümayəndələri göstərmək olar. Həyat tərzlərinə baxsaq, müxtəlif ekoloji şəraitlərdə yaşayan, yırtıcı həyat tərzi keçirən heyvanlardır. Bədəni baş, döş və qarıncıqdan ibarətdir. Baş döşdə 4 cüt sadə göz olur, yəni 8 ədəd. Bunu 8 ədəd ayaq və 8 ədəd göz, sadə gözlə yadınızda saxlaya bilərsiniz. 8 cüt, daha doğrusu 8 ədəd ayaq varsa, deməli 8 ədəd də caynağı var. Bir cüt xelisirləri var, üst çənə. Üst çənə xelisirə çevrilmişdir. Xelisir bir cüt zəhər vəzləri var, bir cüt pedipalpı var, qolcuqları. Daha sonra dedik ayaqlarının da ucunda nə var? Caynaqlar var. Qarıncıq baş döşə nisbətən böyükdür və boğumsuz olur. Qarıncığın sonunda 3 cüt tor zilciyi vardır. Onlara tor vəzlərinin axacaqları açılır. Tor vəzlərin ifraz etdiyi maye havada quruyur və sapa çevrilir. Hörümçək bu sapdan tutucu tor qurur ki, bu zamanda o tor vasitəsilə öz şikarını tutur. Qarıncıqda ayaqları olmur dedik. Daha sonra baxaq növbəti səhifəyə. Burada isə bizə digər həşəratlar verilmişdir. Biz qeyd etdik ki, hörümçəkimlər sinifinin müxtəlif növləri vardır, nümayəndələri vardır. Onlara tarantul, qaraqurt, su hörümçəyi, otlaq gənəsi, əqrəb, böv, bu kimi deməli həşəratlara aid edə bilərik. İndi isə baxaq bura həşəratlara. Dünyanın hər yerində həşəratlara rast gəlmək olar. Bəziləri hətta dənizlərdə yaşamağa uyğunlaşmışdır. Bəziləri deməli insanların yaşayış məskənlərində də rast gəlinir. Daha sonra bunlardan yer üzərində canlıların müxtəlifliyi baxımından həşəratlar daha çoxdur dedik. Təxmini 1,5 milyon say cəhətdən də ən çox növ sayına malikdirlər.
Sonra onlara böcək, birək, kəpənək, cırcırama, çəyirtkə, milçək, arı, qarışqa bunlara aiddir. Həşəratların bədəni baş, döş və qarıncıq hissələrdən təşkil olunmuşdur. Başda bir cüt bığcıq yerləşir. Bığcıqlar müxtəlif qıcıqları qəbul edir. Qidalama xüsusiyyətindən asılı olaraq ağız orqanlarının quruluşu da müxtəlifdir. Onların hər birini qeyd edəcəm. Daha sonra döş hissəsində 3 cüt yermə ayağı və adətən 2 cüt qanad olur, döş hissədə olur bunların hər biri. Təbiətdə qanadsız və 2 qanadlı həşəratlara da rast gəlinir. Həşəratların ayaqları yaşayış tərzi ilə əlaqədar olaraq müxtəlif formada olur. Qanadları quruluşuna görə tor şəkilli, pərdə şəkilli, sərt, yarım sərt olur. İndi isə mən cücülər sinfi, yəni həşəratlar sinfi haqqında ümumi məlumat verim. Dedik ki, boğumayaqlar tipinin növ sayına görə ən böyük sinifidir. Bura təqribən 1,5 milyon növ aiddir. Dünyanın hər yerində yaşayır. Dənizdə, okeanda, başqa deyə bilərik ki, hər yerində yaşayır. Bədənləri sərbəstdir. Baş, döş və qarıncıq hissədən 3 hissədən ibarətdir. Əksəriyyətində döşdə 3 cüt yerimi ayağı olur. Əksəriyyətinin yetkin fərdlərində 2 cüt qanad vardır. Yəni, əksəriyyət demək nədir? Yəni, olmaya da bilər də, bəziləri var, istisna hallar var, hər yerdə olduğu kimi. Qarıncıqda hərəkət orqanları olmur. Traxeyalarla tənəffüs edir bunlar, quruda yaşadıqları üçün. İnkişafları metamorfozla gedir. Deməli, cücülərin xarici quruluşunu biz may böcəyi misalında öyrənirik. Ancaq burada arı haqqında, arı şəkli verilib. Bax, məsəl üçün, onun üst çənələri, baş hissəsi, başda yerləşən gözlər, döş, qarıncıq boğumludur, neştəri verilmişdir. Daha sonra ayaqları, yermə ayaqları, qanadları. Daha sonra bu cür bədən quruluşu verilmişdir. Biz dedik ki, həşəratlar deməli baş, döş, qarıncıq hissədən ibarətdir bədənləri. Başda, baş hissədə ağız aparatı yerləşir və hiss orqanları olur. Cücülərdə 2 əsas ağız tipi olur ki, gəmirici və sorucu. Bir cütdə mürəkkəb gözləri olur. Deməli, daha sonra döş hissə gəlir. Döş hissəsi 3 boğumludur. Bəzi həşəratlarda döş hissə fərqlidir. Məsəl üçün, may böcəyində döş hissə 8 boğumdan ibarətdir. Ancaq bəzi cücülərdə isə, bəzilərində isə 5-11 arası qarıncıqda boğumlar dəyişir. Ancaq döş hissədə isə 3-dür, dəyişmir. Gəmirici ağız düz qanadlarda, tarakan, kəpənəyin tırtılında, böcəklərdə olur. Sorucu aparat isə üst çənələr və üst dodaq ixtisaslaşıb alt çənə və alt dodağın birləşməsinə yaranmışdır. Həşəratların gəmirici ağız 2 alt, 1 alt, 2 alt çənə, 1 alt dodaq, qolcuq sayları isə bunlarda 4-dür. Daha sonra gəmirici ağıza bir cüt üst çənə boğumsuz, bir cüt alt çənə boğumlu, üst və alt dodaq tək-tək yerləşir. Sonra üst çənə qidanın qoparılmasına xidmətlidir, qoparılıb parçalanmasına. Alt çənə isə qidanın yoxlanılmasına xidmət edir. Üst dodaq isə ağzı örtür. Bu cür qeyd etmək olar. Burada isə boğumayaqların xarici örtüyündə xüsusi maddə xitin olur. Sizcə onların həyatda xitin örtüyün əhəmiyyəti nədir? Xitin örtük onların xarici skelet rolunu oynayır. Yəni, əlverişsiz daxili orqanlarını, bədən hissələrini xaricin əlverişsiz təsirindən qoruyur, orqanları qoruyur. Burada həşəratların ətrafları verilmişdir. Məsəl üçün,
qazıcı, üzücü, tullanıcı, yürücü, bu cür ətraflar verilmişdir. Tullanıcı ətraf çəyirtkədə olur və 3 ilə göstərilmişdir. Qazıcı ətraf dana dişində olur. Bu 4 ilə göstərilmişdir. Sonra yüyürücü ətraf milçəklərdə olur. Daha sonra bu 1 ilə göstərilmişdir. Sonra nə qaldı? Üzücü isə həşəratlarda olur. Bu isə neçə ilə 2 ilə göstərilmişdir. Bu cür ətrafların müxtəlifliyi yaşayış şəraiti ilə əlaqədardır. Daha sonra burada verilmişdir suallar. Ancaq suallar o qədər düşündürücü deyil, tətbiq etmək üçün suallardır.